Fevralın 19-da Xocalı rayonunun Xanabad kəndinə ilk köç həyata keçirilib. Doğma kəndə 154 nəfərdən ibarət 38 ailə qayıdıb. Ailələrə yeni evlərin açarları təqdim olunub. Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Xanabad kəndində bütün zəruri infrastruktur qurulub və əhalinin dayanıqlı məskunlaşması, məşğulluğunun təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilib. Qeyd edək ki, Xanabad kəndinə həyata keçirilən bu köç nəzərə alınmaqla ümumilikdə Xocalı rayonu üzrə bir şəhər və 8 kəndə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib.